Bilmirəm ki, bu günləri elə bir şikayət eləyiblər ya eləməyiblər. Biraz zora düşmüşük ya bilmirəm, bəlkə də zəng vuran oldu mənə buradan. Hər halda dayandı və işləmədi. İndi çalışıram ki, görüm nə deyir. Elə donub qalıb elə zahirən yazıbdı ki, we are telling your followers that you have started a live video. But hang on, we are telling more followers to join your video. Tamam. Umarım ki işlir, yəni hər halda mən özümü görürəm ki, orada tərpəşirəm. Onun üçün başlayaq biz kitabımıza. Əgər dostlar gəlirlərsə sevinərik. Salam əziz və hörmətli dostlar, xoş gördük. Yenə də bir ayrı gün gəldi və mən istəyirəm bu sümürgə portresi və sümürgələşdirənin portresi kitabından bir səfə sizin üçün, özüm üçün oxuyayım. Ən başda özüm üçün oxuyayım, analiz eləyim. Çünki kitabı oxuyub keçəndə adam kəlmələrin, anlamın çox üstündən rahat keçir. Amma o zaman ki, istəyirsən live oxuyasan, istəyirsən bunu dərindən düşünəsən, ucadan oxursan, bunların tək-bətək kəlməsinin üstündə düşünürsən, düşünməyə məcbursan. Sonra da mən bəzən gedirəm bunları yazmağa və orada daxı çox bu mənə inkişaf edir içimdə. Məsələn, dünənləri yazı başlamışam yazım. Bu yazarımız bir yerdə aydın sözünü işlədib. Mən bu aydın sözünün üstündə bir balaca araşdırma yapdım ki, İngiliscədə nə anlamları daşır İngilis dilində, İngilislərin dilində. Sonra bu bir tip yaşam tərzidir. Bir tip insanların, bir bölüm insanlar bunu yaşırlar. Yəni belə yaşırlar, aydın. Bu əcəba fəqət bir bölüm insanlar var, yoxsa onlar bölüm insanlar var? Mən fikir edirəm, 40 bölüm yazmışam adların, başlamışam bunların İngiliscəsi nədir, onları gətirirəm. Sonra da bunları özümüzün, o ki bizim toplumumuzda adlar qoyulub üstünə, onların üstündə gedəcəyəm irəli və mən fikir edirəm ki, çox ciddi bir şey olacaq. Hər halda bu kitab sümürgəçinin portresi və sümürgələşdirənin portresi, yəni istimargərin portresi farsca, əksi, təsviri. Təsvir çox zehnidə, əks çox kağız üstündə olandır ya, biz indi telefonda baxırıq, o əksidir. Amma təsvir çox bizim zehnimizdə yaralanan, doğulan, görünən əksidir, təsvirdir. O fərqlidir. Onun ikisinin istədim fərqinə biraz fərqinə yetişək. Ərz eləyim ki, bu elə durubdur, təqribən heç nə iş görmür, mən bilmirəm ki, bu nədir, nə deyil. Hər halda bu kitab əslində Fransa dilində yazılıbdır. Yazan Albert Məmi Tuneslidir. Tunes bunun doğduğu zamanda Fransa'nın, Əlcəzairə tay Fransa'nın sümürgəsi idi, müstəmirəsi idi. Bu adam yekəlir, gedir Fransada, Sorbonda dərs oxur, doşura alır. Dönəndə məmləkətdə inqilab olubdu, beyin inqilabı olubdu. Sonra da bu beyin inqilabı toplumsal inqilaba çevrilibdi, devrimə. Beyin devrimi, devrim inqilab, inqilab ərəbcə sözdür, türkçəsi devrimdir. Bunun farsıca müadili yoxdur. İnqilabın farsıca müadili yoxdur. Sonra bu buradan toplumsala çeviribdi, toplumda devrim olubdu. Bu devrim davam tapıbdı və bu günəcən gəlib qabağa və istiqlallarını alıblar. Bu Albert Məmi bu kitabı o zaman yazıbdı və bu kitab Fransalı bir filosofun əlində müqəddəmə yazılaraq buna 64 il bundan qabaq çap olubdu və keçən 64 ildə 100 məmləkətdən çox da bu kitabı oxuyaraq inqilab olubdu, devrim olubdu və istiqlal alıblar. İndi biz bu kitabın 69-cu səhifəsindən taza bir bölümə keçirik. Deyir ki, 2 portre, 2 dana təsvir. Dedik, təsvir ilə əksin fərqi var. Hətta portrə nəqqaşı ki deyirik, o bir nəfərin biz necə baxırıq, işıqlar onun üzündə, kölgələr onun üzündə, rəhlər onun üstündə nə təsir qoyur, onu biz beynimizdə gördüyümüz kimi çəkirik. O cür ki, bəlkə ayrıları bizdən fərqli görər o təsviri, o adamı.
Amma biz onu o cür nəqqaşlıq edirik ki, bizim beynimizdə görünür. Buna deyirlər təsvir. Əksinin fərqi vardır. Əksidə siz bir əksə baxırsınız, amma təsvirdə siz beyninizdə onu düzəldirsiniz. İndi görək ki, nə olacaqdır? 2 portrə, 2 dənə təsvir beynimizdə. Beynimizdə yaralanan, beynimizdə doğan, beynimizdə gül açan, beynimizdə yer eləyən düşüncə. Təsvir burada düşüncə anlamına da gələ bilər. Deyir ki, böyləcə bu kəndini haqlı çıxarma çabası. Dünən dedi ki, sümürgəçi çalışır ki, özünü haqlı çıxarsın sümürgəçilikdə. Sizi əzir, sizi əzə çalışır ki, özünü də haqlı çıxarsın. İndi görək ki, burada nə deyir? Deyir, beləcə, yəni bu vəziyyətdə, ya bu gedişatda, bu adam kəndini özün haqlı çıxarma çabası. Bu özünü çabalır ki, özün haqlı çıxarsın. Çabalama. Sümürgə tiyatrosunun 2 baş oyuncusunun ideal bir şəkildə yenidən kurgulanmasına yol açar. Deyir ki, sümürgə tiyatrosunda, yəni o indi bir adamları öldürürlər, bu tiyatro deyil. Amma sonra bunların üstündə nə qədər milləti çox əzirsə, sümürgə insanın o qədər özlərini güclü hesab edirlər. Bunu dünən oxuduq. Deyir ki, indi bu adam burada bir tiyatro oxuyur. Gəlib bu tərəfdən də bu millətin varlıqların, əxlaqi fəzailin əzir, özünün üçün çox yüksəlidir. Deyir ki, indi bu teatr oyunur da bir növ məsələn elə bir ki, qətliam eləməyibdir, bunu göstərir. Deyir, bu tiyatro nümayiş adamlar vasitəsilə oynanan bir oyun, nağıl, hikayə. 2 baş oyuncusunun, bunun dedik 2 başlıdır da, bir iddəsi var ki, sümürgəni rədd edirlər, sümürgəçidirlər, amma bir iddəsi var ki, sümürgəni mənimsirlər, sümürgəçidirlər. Dedik də ki, sümürgəçi İranda biz baxsaq İran adlanan məmləkətdə, bir sümürgəçi kollən farslar, uşaqlan, əmcək yiyəndən ta ölünə qədər, 100 yaşına qədər fars adam, hər kim ki farsdır və hər kim ki farslaşıb, bu da var, hər kim ki İran dövlətinə işləyir və hər kim ki fars şirkətlərə işləyir. Bunlar sümürgəçidirlər. İndi deyir ki, 2 baş oyuncusunun ideal dedik ki, xiyali, armani bir şəkildə yenidən kurulmasına yol açar. Bunların deyir ki, bu teatroları bunların ideallarının yenidən qurulmasına yol açar. Yəni sümürgəçilik daha başqalarını sümürgə etmək üçün bunlara imkan yaradar. Kolonyalistin önerdiği bu 2 portrenin varsayılan özelliklerini bir araya getirmekten daha kolay bir şey yoktur. Deyir ki, kolonyalist dedik ki, o adam ki koloni elir, yəni sümürgəçi. Sümürgəçi önərdiyi, pişnahad elədiyi, təklif elədiyi, görsətdiyi, təqdim elədiyi, önərdiyi bu 2 portrenin, o 2 portre ki, dünən dedik da, indi də təkrar elədim xülasəsini. Deyir ki, o 2 təsvirin varsayılan yəni var olması, varlığı, varsayılan biraz zehnidir. Yəni biz onu zehnimizdə varlığını görürük. Tamam? Özəlliklə varsayılan özəlliklərini. Özəlliklər farsça deyəcəyik, ərəbcə ixtisas ya muhtəssat. Bir araya gətirməkdən daha kolay, onun deyir özəlliklərin bir araya gətirməkdən daha rahat, kolay, rahat bir şey yoxdur. Bəs bunun biz vicəciklərin muhtəssatın çox kolayca araya gətirə bilirik ki, nə cür bir şeydir bu ikisi, bu tiyatroda oynadıkları. Bunun için bir sümürgədə kısa süreli qalış bir
birkaç, üzr istəyirəm mən bunun tamam. Birkaç söhbət ya da düz gedirəm, bəli. Söhbət ya da basına və ya sümürcə romanı delinən ədəbiyyata şöyle bir göz gəzdirmə yetərli olacaqdır. Deyir ki, buna görə ki, biz bunun müşəxxəsatını çıxadaq, vicecilərini çıxadaq, bunu deyir. Bunun için, bu viceciləri çıxartmaq üçün bir sümürcədə, məsələn, Azərbaycanda, Kürdistanda, Ərəbistanda, Bəluçistanda, Türkmən Səhrada, Loristanda, fərq etməz, hər yerdə. Deyir, çünki bunlar Farsın sümürcəsidir. Bir sümürcədə qıssa sürəli, qıssa bir zaman içində, 1 il, 2 il, 3 il, beləsi, qalış, orada qalmaq. Qalış, yəni qalmaq. Yəni gedəcəksən orada 1, 2, 3 il, 5 il qalacaqsan, qıssa sürə. Biri bu, tamam. Bir bununla biləcəksən ki, bu sümürcə teatrosu nədir? Nə deyir? Müşəxxəsatı nədir? Pəs bir yolu budur ki, təcrübə eləyəsən. Təcrübə ilə gedəsən, onlarda qalasan və onu çıxadasan. İkinci yolu nədir? Söhbət. Birkaç söhbət ya da basına və ya sümürcə romanı dilindən ədəbiyyata deyir ki, ya da ki, söhbət eləyəsən onlarla söhbət eləmək, danışmaq. Söhbət ərəbcə sözdür. Əlbəttə, söhbət fikirəm türkcədir. Söhbət türkcə olacaqdır. Çünki mən ərəbcəsini bunun zehnimə gətirə bilmirəm. İstədim deyəm, sübh kəlməsindən, gördüm sübh kəlməsindən deyil. O türkcə olacaqdır. Ya da mən bilmirəm, hər halda bunu dilçilərimiz yaxşı bilirlər. Deyir ki, ya da ki, sümürcəsi ilə söhbət eləyəcəksən bir qıssa zaman, ya da basın dostlar, yəni mətbuat, kağızla çap olan bir şeyə, kitab da olan içindədir. Basın qədimcə çapxana indiki kimi deyirdi. Dəstgah belə gələrdi, üstdən pres elədilər. Basardılar dəstgahı üstdən əlinə. Gələrdi, aşağıdan o yazıların şəkli mürəkkəb üstünə düşər. Eyni bir ki, möhür basırsınız. Bu basındır da, siz möhürü basırsınız, götürəndə onun əksi düşür ola. Qədim çap belə idi. Yəni, dəstgahı əlinizlə ya ayağınızla basırdınız, gəlirdi, yapışırdı, buna düşürdü. Onun üçün ki, hər şey ki, yazılı, kağız üstündə yazılırdı, buna basın deyirdilər. Elə o qalıbdır. Basın yayın. Yaymaq da o idi ki, yayırdınız da ona. İndi Türkiyədə də işlənir. Yayın, basın yayın, yəni mətbuat. Mətbuatın ərəbcə sözünün türkcəsidir. Türkcəlmiş bir, o qavramın türkcəsidir hər halda. Deyir ki, ya da ki, basına baxacaqsınız, onların mətbuatına baxacaqsınız, sümürcənin və ya da sümürcə romanına baxacaqsınız. Sümürcədə yazılan romanlar, aşiqanə romanlar, milli romanlar, tarixi romanlar. Baxın, roman tarix deyil. Xacə-i Tacdar ya nə bilim Qəli Ələmud, nə bilim bunların heç birisi tarix deyil. Bunlar romandılar. Bir nəfər oturubdur, əslən tarixdən xəbəri yoxdur. Oturub bunu zehninə nağıl yazır. Necə o birisi, məsələn, İranda çox aşiqanə nağıllar yazırlar, hamısı seksi-meksi. Bu romandır. Yəni bir nəfər oturub da zehnində bir nağıl düzəldib, onu yazır. Məsələn, mən o Sinohe Pezreşke Məxsus Fir'on, məsələn, bunu tarix adına orada götürüb yazmışıq. Bunu biz şeydən yazmışıq. Buna görə ki, xanəndəni daha çox, oxucunu daha çox çəksin özünə, cəzb eləsin, çəksin. Bu gəlib deyir ki, biz bunu şeydə Hieroglif yazılarının üstündən, yəni o qədimdə Misr nəqqaşi təkə yazı yazırmışlar. Nəqqaşiyə yaxın. Deyir, onların üstündən bunu yazmışıq. Amma onu oxuyursunuz, görürsünüz, yazı ki, sinografi, CT scan falan, bunları onun içində görürsünüz. Tabii, bunlar bəllidir ki, yalandır. Yəni, hər halda romandır. Bunu bilirik ki, o romandır. Xacə-i Tacdar romandır. O birisi romandır. Bu birisi. Bunların hamısı romandır. Bunlara inanan bir insan ahmaq bir insandır əslində. Çünki əslən tarix ilə romanın fərqini bilməyən bir camiədə yaşırıq biz. Yəni biz tarix ilə romanın fərqini bilmirik. Necə ki, məsələn, heç bir mədrək yoxdur ki, Kuruş var, Dariuş var. Heç bir mədrək İranlılar özləri deyirlər ki, biz İranlı yox və bizim tariximizdir da. Bunların tarixində əgər yoxdursa ayrıları yazıblar, ayrıları hikayə yazıblar. Hangi mədrəklə yazıblar, Kuruş var, Dariuş var. Heç bir mədrək yoxdur bunun üçün. Sadəcə xiyal gücünə.
Calibdir. Bizim Dr. Mehdi Mohsen Erad o Bisutunun yazılarını gedib görübdü. Özü də yazıb bizə deyirdi, dərs verəndə deyirdi ki, bunu tapan özü bir dana ərteşi dərəcədardır. Yəni İngilisin ərteşi, axı ərteşi bir dərəcədar. Nə Asar Bastani ilə düşmən olan bir adam necə olar gələcəkdə çıxa dağın başında bir yer tapa, orada onu gedən onları məsələn deyək ki, mən onların əksini bucur tutmuşam, gətirmişəm, qalıb eləmişəm, gətirmişəm, onu çıxartmışam, oxumuşam. Olası bir şey deyil. Əslən onun təxəssüsü yoxdur. O bir dənə nağıldır, düzəldiblər. O bir dənə nağıldır, düzəldiblər və biz də buna inanırıq. Hər halda bunlardan keçək. Deyir ki, indi istəyirsiniz bir sümürgəçinin düşüncəsini düşünəsiniz, iki başlı düşüncəsi bunun nə cürdür? Nə edəcəksiniz? Ya gedəcəksiniz, o sümürgədə biraz qalacaqsınız. Ya gedəcəksiniz, onlarla həm söhbət olacaqsınız, danışacaqsınız bir uzun zaman. Ya da onların mətbuatın kitablarını oxuyacaqsınız. Ya da sümürgəçilər yazanlar, yəni farslar yazan romanlara baxacaqsınız. Romanlara, nağıllara, hekayələrə. İndi diqqət buyurun, burada sümürgə romanı, yəni sümürgə düşüncə, fəlsəfəsi yazılan roman. İndi diqqət, ola bilər bir türk bir roman yazıb, amma farsçı roman, İrancı roman. Ya tarix yazıb da eyni onlara tay. Bu, onlarınkidir, bizimki deyil. İndi deyir ki, dilindən, yəni roman dilində ədəbiyyata şöylə bir göz gəzdirmə, deyir ki, onların ədəbiyyatına, şeirinə, dastan qutah dediklarına, şeirin o dediklarına, nə bilim, tarix dediklarına, ədəbiyyatın hər şaxəsi də, mən indi, məsələn, qəzəllərinə, nə bilim, hər nə ki vardı, irfanlarına, filanlarına baxırsınız, dinlərinə filan, bunlar hamısı ədəbiyyatdır. O şey ki, yazılıbdır, dil ilə yazılıbdır, ona ədəbiyyat deyirik. Siyasi ədəbiyyat varımızdır, dini ədəbiyyat varımızdır, dinçi. Bunlar, yəni, ədəbiyyatdır. Deyir, onlara bir göz gəzdirsə, ədəbiyyatda, göz gəzdirsə nə olacaq? Göz gəzdirmə yetərli olacaqdır. Deyir ki, yetərli ərəbcəsi kafi, bəs olacaqdır. Yəni, kafidir ki, onlara bir göz atasınız, görəcəksiniz ki, niyə biz bunu düşünmürük? Çünki biz bir balıqlara bənzirik ki, balıqlar bilirsiniz, yumurtaların tökəllər gedərlər. Sonra bu yumurtalar özləri suyun içində çıxarlar, başlarlar yekəlməyə. İndi əgər bu yumurtadan çıxan nəsl brainwash olalar. Yəni, onların suyuna, məsələn, biz bir qırmızı rəh qataq. Onlar suyu həmişə qırmızı görəcəklər. Çünki onlar bunun içində yekəldilər. Brainwash oldular. Yəni, onlar doğumdan su bilmirlər nədir? Su, yəni qırmızılı. Qırmızı bir rəh ki, biz onun içində yaşırıq, bu su. Diqqət buyurdunuz, brainwash belə olurlar. Bizim də 5 nəslimiz brainwash olduğu üçün, beyinləri yıxandığı üçün, biz roman da yazsaq, o cür görürük və o cür gedirik qabağa. Və yəni onun yaşırıq da, yaşadığımız üçün fərqini bilmirik. O zaman bunun fərqini biləcək ki, bu torpaqdan çıxaq gedək bir ayrı suya ki, orada suyun rəngi yoxdur. Görək ki, suya hər nə rəh vursan o rəngi alar. Pəs biz əgər hangi fikrin altında, hangi düşüncənin, hangi dinin, hangi hökumətin altında olsaq, onlar bizim beynimizi nə cür yusalar, biz dünyanı o cür görərik. Amma bunu oradan çıxmadıqca düşünmərik. Tamam. Görək ki, Səfənin qanalında bunu necə aydınladır bizə. Deyir ki, bu iki iməcinin bizim dilimizdə dostlar, iməcinin fərqi vardı Türkiyədə işlənən iməci ilə. Bizim dilimizdə iməci kömək verən, yardımcı. Yaxşı, amma burada əks, iməcdən gəlir. İmec latincə sözdür, ondan alınır. İmec təsvir, ondan alınır. Deyir ki, bu iki iməcinin önəmsiz olmadığını görəcəyiz. Deyir, bu iki təsvirin, imeci, təsvirin ki, zehnimizdə vardı, onların önəmli, onlar bizə zehniyyat dedik ki, onlar bizim beynimizi yıxırlar, özlərindən bir təsvir yaradırlar, istemarçılar, farslar. Biz deyir ki, bu iki iməcinin önəmsiz olduğunu görəcəyiz. Deyir ki, onların ədəbiyyatına, teatrına, musiqisinə, kitablarına, romanlarına,
tarixlərinə, siyasi, ictimai, toplumsal elmlərinə, kitablarına, nağıllarına, şeirlərinə, qəzəllərinə, nə bilim, danışıqlarına, ruznamələrinin gündəlik xəbərlərinə, məcəllələrinə, filanlarına baxsaq, ya gedib onlarla yaşasaq, ya onlarla danışsaq, görəcəyik ki, bunların önəmsiz olduğunu, bunların nə deyirlər desin, önəmsiz deyil. Önəmsizdir. Önəmsiz, yəni ərzişsizdir. Olduğunu görəcək ki, ərzişi yoxdur. Niyə? İndi bunu deyir. Kolonialistin gördüyü şəkili ilə sümürgələşdirənin imcəsi onun gərəkliyinə uyğun olaraq sümürgədə və çoğunluqla dünyanın dörd bir yanında yaygın və baskındır. Burada bir uzun parantez var ki, qalsın sonra oxuyarıq. Deyir ki, nə cür olacaqdır? Kolonialist dedik da, yəni sümürgəçi. O adam ki, bir yeri işğal edibdir. O, kolonialistin gördüyü şəkli ilə, onun gördüyü, baxdığı, qəzavət elədiyi mənafeyinin əsasında da şəkli ilə sümürgələşdirilənin bizim farsların görünməkləri və yorulmaqları ilə bizim görməyimiz və yorulmağımız iməci, təsvirimiz, bu zehnimizdə olan təsvirlər fərqlidir. Onun gərəkliyinə, gərək vacib, onun vacib olmasına uyğun, yəni yanaşı, münasib, şayistə olaraq sümürgədə, ona münasib olaraq sümürgədə, yəni Azərbaycanda və çoğunluqla, ha belə deyir, baxın deyir, həm Azərbaycanda, Farsistanda ayrı ha, o özü elə orada gedir. Onlar bir sümürgəti ədəbiyyatları, zıtları özləri üçündür. Amma bizə də, bir ədəbiyyat, onların ədəbiyyatı bizə də təsir qoyur. Ha belə, dünyada, hətta Türkiyə belə onların tarixinə özün uduzdurub. Çünki onlar bir beynəlmiləl hafizə yaradıblar nəf gücü ilə. Deyir ki, və çoğunluqla, yəni əksəriyyətdə dünyanın dörd bir yanında, hər yerində yaygın və baskındır. Yaygın və baskındır, yəni bu fişar verir. Nə tür bunu türkçəyə çevirim? Baskındır, yəni zorludur. İnsanların beyninə bunu soxur. Bu biz İranlığı buradan görəcəyik. İndi görək bu baskınlığı, buradan bu isə bunu gətirir, deyir ki, bir parantez arasında bunu açıqlır. Kolonialistin qazetləri deyir ki, istemarçı bir məmləkətin ya fikrin ya millətin qazetləri, yəni gündəlik ruznamələri, ədəbiyyatı, qazet olur dərci, hər nə ki kağız üstündə çıxır, həftəlik ya günlük ya aylıq o. Bir də kitablar da vardı da, bunlar da var. Ədəbiyyatı, dedik ki, ədəbiyyat, şeir, roman, nağıl, hikayə və bu cür bir şeylər, nağıllar, tarix, camiə-şinasi, rəvan-şinasi, bunlar ki orada vardı, toplumsal elmlər, bunlar hamısı iqtisadiyyatının ki, bunlar hamısı ədəbiyyatdır. Ədəbiyyatı sayəsində, pəs deyir ki, onların ruznamələri, məcəllələri və kitabları sayəsində sonunda, nəticə yəni, sonunda sümürgələşdirilənin, hətta bizim də, türklərin də davranışları, davranış rəftarları, hərəkətləri, işləri, gücləri, davranışları və görünüşləri, hətta giyinişləri, başlarının bəzənməkləri, üz-gözlərin, başların geyinişləri və görünüşlər. Görünüş hər nə ki, biz indi biri biz baxanda, məsələn, mənə biri baxır, deyir ki, bu adam beləsi bir paltar giyibdir, bu cürsə eynək vurubdur, beləsi, məsələn, üzün qırxıbdır, başı keçəldir, qaşları belədir, gözləri belədir, ya protez eləyibdir, ya eləməyibdir. Bunlar görünüş, yəni insanlar məni görəndə nə cür görürlər, nə şəkildə görürlər. O, görünüşü üzərində də etkili olur. Deyir ki, bəs bunların həm düşüncələri üstündə, həm də geyinməkləri üstündə təsir qoyar. Niyə? Çünki bunları ruznamələr, kitablar bunları yayarlar. Bir model düzəldərlər. İnsanlar da istərlər ki, o modeli yaşasınlar, təqlid eləsinlər. İnsanların %99'u təqlidçidir. Yəni, mənə məsələn desinlər ki,
Məsələn, dövlətlidir. Məsələn, roşən fikridir. Bakilasdır. Bakilas nədir? Məsələn, mən bəstəni yiyəndə dilimlə yalamaram, məsələn. Qoyaram dodaqlarımın arasında, məsələn. Qaşıqla yiyəndə, məsələn deyirəm, Türkiyədə, məsələn, çəngal ilə düyünü yiyirlər, bizdə çəngəl ilə düyünü yiyək, məsələn. Kilasdır. Diqqət, bunlar bu cür şeylər. Deyir ki, bu yayılar, niyə o ədəbiyyat, o film, o sinema, o dizilər bunu yaygın edər? İnsanlar da onu yaşamağı istərlər. Çünki onu özündən üstün görür. Onu bir dövlətli görür. Məmulən insanlar çalışarlar pullulardan, dövlətlilərdən təqlid eləsinlər. Bunun gibi etkili olur. Bu dedik, tamam. Bunun gibi kolonyalistin, buna tay kolonyalistin kendisini görmek istediği tarzda nihai portresinin ortaya çıkışında tarihi sayılır bir rol oynar. Deyir ki, bu cür bir şeyler, ruznamələr, ədəbiyyatlar və insanların onlardan təqlid eləməsi həm o sümürcədə, həm də dünyada baskı basar və neynər? Bunun gibi kolonyalistin işləri kendisini, yəni kolonyalisti görmək istədiyi, o insanlar ki, istəyirlər özün kolonyalistə bənzəsinlər, farslara bənzəsinlər, onun dilini danışırlar, onun ciyişini ciyirlər, onun kimi ləhcəsi ondan olsun. Deyir ki, istədiyi tarzıda, tarz dedik, yaşamaq sistemi, tarzıda nihai portresini bunların özlərindən olan ən istədikləri şəkili zehnilərində neynərlər, yaradarlar, ortaya çıxışında, deyir ki, bunların nihai təsviri, arzuları onların beyinlərində ortaya çıxar. Tarihi bir sayılır bir rol oynur. Bu kitaplar onun üstündə tarihi bir rol oynur. Bir yerləri var. İnsanların beynin və rəftarını değiştirməkdə tarihi bir yerləri var. Bu kitapların, bu romanların, bu məcəllələrin, bu filmlərin, bu dizilərin, xəbərlərin, radyonun, televizyonun. Diqqət buyurun, radyo, televizyon özü ədəbiyyat hesab olur. Radyo, televizyon özü bir adına İranda deyirlər didari, şenidari. Ədəbiyyat didari, şenidari. Yəni biz görürük və eşidirik. Bir də vardır ki, neveştari, ədəbiyyat neveştari. O şey ki, yazılıdır. Bir də görünür, bir də eşidirik. Bunlar ədəbiyyatdırlar. Və deyir ki, bu kitaplar, bu məcəllələr, bu force, zor ki qoyur insanların üstünə. Məsələn, İran 100 il bundan qabaq İran adında bir məmləkət yox idi. İndi tamam xaricədə hər yerdə İrandan danışırlar və İranın qədim tarixindən, hətta deyim, Türkiyə belə buna inanıb ki, İranın bir qədim tarixi var, türklərdən qədim. Niyə? Çünki 100 ilin içində Amerikalılar, Fransəlilər, Almanlılar, Ruslar, İngilislər yüzlər kitap yazıblar, sabit İrandan pul alıblar. Hər kitaba, məsələn, 200.000 dolar, 300.000 dolar, 1000 dolar, 50.000 dolar pul veriblər, deyiblər bunu yaz. Bir nəfər də oturubdu, tak yazıb qoyub ora. Burada adı profesordur, ustad danışqahdır. Dünya onun hesaba gətirir, brainwash olur. Onun üstündə insanlar rahatca brainwash olublar. İndi geçdik buradan bu üzə onun əməli rəftarına, iki başlı teatrosunun ikinci tərəfinə. Pəs birinci tərəfi nə oldu teatronun? Budur ki, bunlar ədəbiyyatlarında, yazılı, sözlü, görüntülü ədəbiyyatlarında insanlara həm sümürcədə, həm də dünyada təsir, etki buraxırlar və insanları düşüncə olaraq və görüş olaraq özlərinə bənzədirlər. Biri bu. İkincisi nədir? Söz konusu olan şey basit bir entelektüel tutum değil. Söz konusu, bu mevzu şimdi biz danışırıq. Bu olan şey, yani bu əlanki istimar müstəmirənin bu teatrosuna göre danışırıq. Bu şey basit, sadə bir entelektüel yani roşən fikranə İranda tərcümə ediblər. Bu günləri baxırdım. Amma mən indi burada sizdə ingiliscəsini bunun oxuyacağım. Görəsiniz ki, intellektual nədir? Intellektual tutum deyil, mozegiri, bir
vəziyyət roşənfikranə deyil. Pəs bu mövzu ki irəlin danışırıq, bu bir dana roşənfikranə bəhs deyil, bu bir yaşamdır. Bir yaşam, bir sistemdir. Deyir ki, tüm bir yaşam tarzının seçimidir. Deyir bu kamilən bir dana yaşam, həyat, rəviş-i zindagi farsça. Zendegiyiz, rəviş-i zendegiyiz. Bu bir yaşam tərzidir. İndi görək intellektueli burada nə İranda roşənfik deyiblər. Mən bunu tün elə bu dərsə, bugünkü dərsə başlamamışdan bunu bir dedim ki, intellektuel nə mənədir? Dedi ki, intellektuel intellekt sözündəndir. İndi deyək ki, biz üzr istəyirəm, mən bunu iştibah vurdum. Intellect definition. Intellect definition. Intellectual intellect, the faculty of reasoning and understanding objectively, especially with regard to abstract or academic matters. Deyir ki, intellectual ya intellectuality, intellect, bunun deyir ki, mənasında deyir ki, bu intellektdəndir. Bir dana bir keyfiyyətdir, bir dana bir halətdir ki, siz onu intellekt olanda ələ gətirirsiniz. Yəni, xaricidən sizə bu girməz, sizdən eşikdə girməz, sizdə tapılar. Deyir ki, bu, çünki məsələn, bir də insanlara 1000 ildə deyəsən ki, bura Azərbaycandır, burada biz də türküyük, qəbul eləməz, bu intellektual olmaz. Onun gərək içində bir dana bir şeylər ola ki, o yavaş-yavaş bu aydınlığa gələ ki, mən məsələn, biz türküyük, bunlar türkdülər. Bunlar Fars və İran deyirlər, İrancı deyirlər. İndi, bu intellektin mənasını görək. Deyir, faculty of reasoning, fact sözündəndir, yəni bir istinad. Reasoning dəlil gətirmək sistemidir. And understanding objectively və eşikdə olan şeylərə diqqət eləməklə düşünməkdir. Var olan bir şeylərə, var oluşlara diqqət eləməklə, istinad eləməklə bir düşüncə tərzidir. İntellektuel. Yəni, xiyalda deyil. Bu, intellektuel adamlar eşikdə baxarlar. Ağa, bu türkdür, bu da türk Azərbaycandır, bunların da hökuməti yoxdur. Bunların da dilləri yoxdur. Bunlar işğal olublar, Fars hakimiyyəti altındadılar, hakimiyyətləri yoxdur. Especially, xüsusilə, with regard to abstract, deyir ki, bu batəvəccühəbi, bu şeyə diqqətə almaqla ki, abstract or academic, deyir ki, ya da danışqahı, indi abstractin özünə də bir baxaq, şuraq nə mənə, danışqahı mövzulara, elmi mövzulara diqqət eləyərək roşənfikir olar. Bilirsiniz, roşənfikir bağlır bir abstraktə ki, fikirəm zehnidir, bir də, indi görək abstrakti nə deyir? Mən elə bunu abstract definition. Here's the definition of abstract. Existing in thought or as an idea, but not having a physical or concrete existence. Dəqiqən o şey ki, mən dedim, yəni düşüncədə olan, deyir ki, abstract o varlıqdır ki, düşüncədədir. Bir düşüncə varlığı. Ya as an idea, ya bir dana düşüncə, idea, bir ideal, bir arman, bir xiyal buradadır. But not having a physical, amma bunun fiziki, cismi bir varlığı yox deşikdə. Yəni dünyada. Or concrete existence. Concrete normalda bu betona deyərlər. Yəni eşikdə bir konkret, bir möhkəm, bir dayanacaqlı bir varlığı yoxdur. Tamam. Bu da abstraktdir. Pəs dostlar, roşənfikrin mənasını biraz az-çox fikir edirəm ki, baş tapdıq ki, nə oldudur? Roşənfikri elmə dayanan bir adamlardır. Elmi dəlillər gətirən adamdır. Ki, bəzən zehnidə olar, bəzən də eşikdə olar. Tamam. Dedi ki, istimar konusu, söz konusu olan şey, bu mevzu, istimar mevzusu, basit bir intelektüel, zehni, danışgahı mevzu değil. Nədir bəs?
İntellektual bu oldu da. Tutum deyil, mozecili deyil. Yəni fikir eləməyin ki, bu bəhs roşənfikrani danışgahidir. Yox, deyil. Tutum tüm bir yaşam tərzinin seçimidir. Deyir ki, bir yaşam yol yönteminin seçimidir. Siz bunu seçirsiniz belə yaşayasınız ya yox. Tamam. Belki sıcak bir dost ve sevecen, bu söz taza sözdür, sevecen bir baba olan, deyir ki, belki sıcak, mehreban, isti, sıcak isti. Ama burada mehreban yani. Mehreban farscadır. Sıcak bizdə bu bilirsiniz, mesela isti qucaqda adıyaq məsələn. Sıcak bir dost, bir mehreban dost, ürəyi qızışan, ürəyi isti, ürəyi yanan, sıcaq beləsi mənası. Ürəyin yanan bir dost və sevecen. Sevecen yəni seven bir baba. Pəs baxın, bir ürəyi isti, ürəyi yanan dost ya da bir sevecen deden yani sevecen baba yani evlatların seven bir baba. Tamam. Sevecen yani seven. Ya da sevimli. Yani seven daha dedik bir adam ki sevir biri. Kendi ana yurdunda, öz vətənində, ana yurdu yani doğulduğu vətəndə. Ana yurd olur doğulduğu yer. Doğulduğu vətəndə, burada bir parantez var, bunu qoyaq qalsın. Bir demokrat olabilecek. Deyir bu orada bir demokrat olabilir. Demokrat adam gələ bilər. Demokrat ne demek? Yani insanlara, topluma hürmet qail olur. O toplum ne tür düşünür? Ona hürmet qaildir. Rəftarına. Deyir ki topluma bir demokrat olabilecek bu adam. Bu deyir ki olabilir ki bir demokrat adam olsun. Olabilecek. Yani ihtimali var ki bu adam demokrat olabilir gələcəkdə. Kəsin kəs. Bu da bir taza sözdür. Kəsin kəs, yəni mütməinnən. Ərəbcə sözün türkçəsidir. Mütməinnən sözünün kəsin kəs bir muhafizəkara ya da ki kəsinlikcə eləyə bilər bir muhafizəkara dönsün. Gericiyə ya da bir gericiyə dönsün. İrtica, mürteci. Ya da bir mürtəcəyə dönsün. Daimən kuruş, dariyuş sistemində biz o əzəmətə yetişəcəyik. Gericiyə, hətta kolonialist bir faşistə, hətta bir faşistə ki kolonialist idi, işğalgərdi, dönüşəcəkdir. Deyir ki, bu dönə bilər. Amma nə ilə? İndi parantez arasında deyir ki, toplumsal koşullarıyla toplum İctimaiyyatda olan koşulların əsasında, yəni şərait bunu bu cür elər. O şəraitdir ki, bunu demokrat elər, faşist elər, kolonialist elər, gerici elər, yəni mürtəcə elər, ya muhafizəkar edər. Tamam. Mehraban bir dədə eləyə bilər, ya bir ürəyi sıcaq bir dost eləyə bilər. Pəs toplumsal koşullar, şərait bu adamdan nə çıxadar? Yəni indi İran ədəbiyyatı sistemi, düşüncəsi, filmi, sineması, xəbəri, ruznaməsi, kitabı, bunlar diziləri bizi o şərait yaradır. O şəraitdə bizi nəyə çevirə bilər? Tamam. Toplumsal koşullarla, ailə ortamla, bir ailə türkçüdür, bir ailə dövlət işçisidir. Təbii ki, bunun uşaqları fərqli yetişəcəklər. Doğal arkadaşlıklarıyla, təbii, yəni anadan doğulanda bir doğal arkadaşlıklar var. Yəni, məsələn, bizim uşaqlıqdan elə məhəllədə bir dostluğumuz var. Bir də doğal olmayan dostluğumuz var, işdən ötürü. Yəni, o zaman çox bizlə rəisdir, bizlə həmkardır, onunla dostluq. Məsələn, mənim bir də dostlarım var ki, tireli sürəndə onlarla dostuyduq. Elə ki, mən Tirelidən təsadüf elədim, çıxdım bu günəcən. Deyirəm ki, olan o biymənaməni göndərin mənə, görün biymənamənin içində mənim nə haqqım var, heç birisi göndərmir. Dostluq bitdi. O da yapay dostluqlardır.
məsnui dostluqlardır. Ya məsələn birinin xanımından ötürü dostluq eləyirik, birinin nənəsindən ötürü, birinin qızından ötürü, birinin bacısından ötürü dostluq eləyirik. Birinin pulu var, maşını var, ona minəcək, ondan istifadə edirik, dostluq eləyirik. Birinin məsələn əlində bir fürsət var, bəlkə ondan bir qazanc əldə edə bilirik, dostluq eləyirik. Bunlar yapay dostluqlardılar, təbii deyirlər. Tamam. Pəs deyir ki, toplumsal şərait, xanəvadənin içində, ailə içində olan şərait, durumlar və dostluqlar şəraiti sizi bir faşistə çevirə bilər, bir kolonialistə çevirə bilər, bir irticaiyə çevirə bilər, bir yaxçı dədiyə, yaxçı nəniyə çevirə bilər, ya da bir mühafizəkar eləyə bilər sizi. Tamam. Bunu da geçdik. İndi görək daha nə deyir? Ayrımcılığı. Ayrımcılıq təbiiz, fərqli olmaq. Ayrımcılığı, yəni fərqliliği, təbiizi və ədalətsizliyin, ədalətin olmamağı yasa halinə gətirilməsini onaylamadan yapamaz. Deyir ki, bu adam ki, o şərait ictimaiyyədə qaldı istemarın altında, sümürcü oldu zehni bizlərə ta ki, %99.99, yəni hər, deyim ki, milyonda bir, bizim məsələn, hər 1000 nəfərdə bir nəfər, beləsi deyim. Bizim aydınımız var, biraz aydınlaşmış. Qalanın hamısının beyni yıxanıbdır. Tamam, indi bunu deyir ki, ayrıcalığı bu təbizləri və ədalətsizliyi yasa qanun halinə gətirməsini onaylamadan, təsdiq eləmədən yapamaz. Deyir ki, gərək bunları əvvəl gətirə qanun halına. Təbizləri, məsələn, deyir ki, zəban-ı rəsmi məmləkət farsist. Bu təbizdir, o birisi dilləri sildi. Qanun elədi bunu. Deyir ki, pəs, ədalətsizlik də elə, onun içində ədalətsizlik də var. Ədalət budur ki, insanlar, hər iki insan bir olsun, arva kişi fərq eləməz, dilləri, hər şeyləri bərabər olsun, bərabər durumda, vəziyyətdə olsun. Və üstə getmək halında olsun, nəinki dalıya getməkdə bərabər olsun. Üzdən kasıblamaq haqqımız yoxdur, üzdən rifaha getmək haqqımız var. Biz İranda gündən dalı gedirik, əvəzinki qabağa gedək. Pəs deyir ki, bu adam kolonialist neynər? Ədalətsizliyi və təbizləri, ayrı seçkilikləri qanuna çevirər. Qanuna çevirməsə heç iş görə bilməz. Çünki bu gəlibdir ki, işğal eləyib Azərbaycanı, indi özünə üstünlüklər çıxmalıdır. Dedim, məsələn, qanun əsasda farsı dili rəsmi olsun, hakimiyyət. Əslən, türkü şiə yoxdur. Türkdə biz Cəfəri məzhəbuq. Biz şiə deyilik. Bu, Qacarın son dönəmindəki islahatçı adına dedilir məşrutə, orada da gəlibdir ki, bizim dinimiz, ya biz türklərin, çünki biz orada hakimiyyət yox, bizim dilimiz Cəfəri məzhəbdir. Necə ki, o birisi müsəlmanlar Hənbəli məzhəb, Şafii məzhəb ya məzhəbdirlər. Hər halda. Bunu da geçək. Deyir polis, biri pəs bu oldu, gərək əllər hər şeyi qanuna çevirər. İkincisi, neynər? Polis işkəncələsindən keyf alacaqdır. Polis və əmniyyət güclərinin şikəncələrindən ləzzət aparacaq. Keyf alacaq, yəni ləzzət aparacaq. Yəni adam polisə istihdam olur, niyə? Zindana istihdam olur, niyə? Qazi olur, niyə? İranın indiki sistemdə ədalət yoxdur da. İstəyir ki, o ədalətsizliyi qanun şəklində icra eləsin. Adamların gedir, durur zindanda, deyir, edam eləyin, gətirin mənim gözümün qabağında, durur orada, gündə 2 nəfərin, 3 nəfərin asmasına baxır. Bunun işi budur. Pəs deyir ki, mənə polis işkəncəsindən keyf alacaqdır. Bu, şikəncələrdən insanları şikəncə eləməkdən ləzzət aparacaq. Və ehtiyac hasil olursa, əgər ehtiyac ortaya gəlirsə ki, bir ehtiyac olursa ki, bu məsələn adam öldürsün, ehtiyac hasil olursa, qətliamların gərəkliyinə iqna olacaqdır. Qətliam yapmağın, adamları, çox adam öldürməklərin vacib olmasını qəbul eləyəcəkdir. İqna olacaq, yəni özün qane eləyəcək ki, tamam, biz bunları öldürməliyik. Millət çıxıb etiraz edir.
Gülləni götürəcək, gedəcəkdir bunları rəcbara bağlayacaq. Qanun keçir məclis, taza bir qanun keçibdi güya. Mən bunu bir xülasəsini oxudum, təkmil oxumadım ki, dünənəcən polisə nə bilim sipah-paslarına, ərtəşə icazə verirdilər ki, xiyabanda etiraz olsa, rahpeymalı olsa bunları güllələsinlər. Bu günləri qanun keçiblər ki, hər kəs ki dövlətə bağlıdır, əlində silah var, insanları vura bilər. Görürsünüz, onu nə qəşəng bu açıqlır. Ehtiyac hasil olursa, qətliamların gərəkliyinə ikna olacaqdır. Belə bir adamsız, bir kolonialist birisi, dönüşmüş birisi. Fərq eləməz ki, türk olsun. Çünki farslaşır, fars sisteminə girir, farsın hökumətinin xidmətindədir. Onu fərq eləməz. Məsciddə bəsici paygah nədəndir? Paygahdadır. Nə soğanın başıdır, nə dibidir. Amma sabahları əlinə bir Klaşinkov alacaq, duracaq xiyabanda, mən adam öldürürəm. Bu qədər beyni yıxana bilir. Niyə? O bir ədəbiyyat. Kitablar oxuyur, ona danışırlar, o televizyona baxır, ona caizə verirlər, onu məşədə aparırlar, onu nə bilim filan yer aparırlar, maşına mindirirlər, biskvit verirlər, abnivə verirlər, nahar verirlər, şam verirlər. Bu o qarın quludur əslində. Qarın qulu bunları onlara qul edir. Hər şey yeni hər şey yeni çıxarları onun taza bir qazanc çıxar mənafi. Mənafi ərəbcədir, türkçəsi mən istəyirəm görüm farsçası nə olar? Fəvaid deyəcəkdim. Fəvaid də ərəbcədir, fayda sözündəndir. Bir fikirlə bunun farsçası yoxdur. Dostlar, yavaş-yavaş mən buna inanıram ki, türk bədbəxtlər hər yerə gediblər, türk hakimləri, dədələrimiz. Hər yerə gediblər, çünki onların dillərini bilmirdilər, onlar da türk dilini bilmirdilər. Bir dənə qatışıq bir dil düzəldiblər orada. Gediblər məsələn Hindistana, diqqət buyurun, Əfqanistandan başlayır, Əfqanistan, Pakistan, Sri Lanka, Hindistanın özü, bunlar gedir də o Çinəcə. Bunlarda Çin divarına açın, orada divar var, dağdan bir divar var. Bunlarda bir dil düzəldiblər türklər, adına deyirlər ordu dili. Elə özləri deyirlər ordu dili. Bu nədən ibarətdir? Türkcə, farsca, ərəbcə və o birisi dillərdən qatışıq bir sözdür. Yəni adam mənə indi məsələn türkçə istəyirəm danışam, türkçünü başarmıram. Bəzi yerdə farsı işlədirəm, bəzi yerdə Azərbaycan türkçəsi işlədirəm, bəzi yerdə türkçəsi işlədirəm. Bu bir taza bir dildir mən çıxardıram. Bu Türkiyədə də bunu danışmırlar, Azərbaycanda da bunu danışmırlar. Təbrizdə də bunların hamısını danışırlar. Mütəvəccüh oldunuz əziz dostlar. Bizim atalarımız gedib ordu dilini düzəldiblər. Yəni mən Pakistanlılarla danışırdım, deyir ki, bunu türklər düzəldiblər bu dili. Bunu ordu dilidir. Yəni ləşkər dilidir. Ləşkər gəlib bura, istəyib bu adamdan danışsın, deyibdir ki, biya bura, gəl bura. Biya sözün buradan deyibdir, buranı da türkçə deyibdir, bu adam anlasın. Biya bura hey. Bura hey, biya bura hey. Gəl bura. Bu olubdu o bir dənə dil. Eyni halda farsı da belə yaradıblar, mütəəssifanə. Yəni farsın baxın, sözlərinin hamısı ərəbcədir əslində. Yəni burada indi görürsün, mən gündə deyirəm, məsələn, farsçası yoxdur. Farsçası olmayan bir dilin ki, önəmli sözlərinin farsçası yoxdur, dil deyil. Bu düzəlmə bir şeydir, yapaydır. Eyni ordu dilinə tay. Amma biz bunu çevirmişik, gətirmişik bir dilə, çevirmişik bunu. Bundan şeir yazıblar, sonra bunu dilləşdirmək üçün. İndi yavaş-yavaş bunu dilləşdirirlər, hələ dil deyil. Bunun üçün qaidələri yoxdur, qəvaidi yoxdur, heç zor yoxdur. Hala məsələn Döktür Mühəddisi adında birisi var. Mən indi neçə ayda onun Instagramına da baxıram. Döktür Mühəddisi taza kitablar yazır. Heç birisində fars ədəbiyyatı dilinin üzü ilə yazmır. Deyir, ağa, fars ədəbiyyatı ki, bizə deyiblər indiyəcən danışqahlarda, mədrəsələrdə oxumuşuq, danışçıları məcbur eləmişik, onun əsasında yazmasalar, bunların tezlərini rədd eləmişik, məqalələrini rədd eləmişik. Deyir ki, bunların heç birisi düz deyil, çünki fars dili bundan yazmaq olmaz. Özü bir dil düzəldi. Məsələn, indi bir dənə kitabı vardı, yazıbdı, Çeguni Farsi benəvisim elə bir. Elə bir adı var. Yadımdan çıxıbdı, bir ay bundan qabaq bu kitabın təbliğatını gördüm. Məsələn, bu çox əcibə kəlmələri bir dəyişim şəkildə yazılır. Yəni, fərqli bir şəkildə fars ədəbiyyatı yazır.
Çünki fars ədəbiyyatı taza bir şeydir. Bu hələ inkişaf eləməyibdi. Türk dilinə bənzəməz, ərəb dilinə bənzəməz, ingilis dilinə bənzəməz. Fars dili məsələn yazılır xahər oxunur. Bu nə? Çünki bu bir şeydən düzəlmədir. İstəyirlər bunu düzəldələr. Bir tərəfdən xan yazır əliflə, bir tərəfdən də x-a-an yazır xan. Yenə də yazır. Diqqət buyursunuz, istəyirəm deyəm ki, bunlar çox fərqli bir şeydirlər. Xoda bəlli deyir ki, nə mənada var. Xeda yazır, xoda oxur. O tərəfdən də bunu həm kətxuda deyir, həm Allah deyir. Yəni bir dənə qavram ki, kətxudiyə də deyir Allah, kəndin Allahı, o tərəfdən Allaha da deyir Allah. Ona görə bu dil fars dili dostlar, mənə gəlir ki, yavaş-yavaş Türklərin düzəltdiyi yapay bir dildir. Buna görə ki, bu bölgədə o farsları danışa bilər, farsları sümürcə edə bilərlər. Ya hindiləri. Mənim fərziyyəm dostları yavaş-yavaş üstündə işlirlər, bəzi şeylər deyirlər. Məsələn, mən demişəm də, imkansızdır insanlar quzeydən, şimaldan köçələr gələrlər bu torpaqlara. %100 imkansızdır, çünki orada yemək imkanı yoxdur. Hava münasib deyil, uşaq çox doğsun. Məcburdurlar ki, aşağıdan, o yerdə ki, hava daimən istidir, daimən törəmək, meyvə, yemək imkanı çoxdur, su çoxdur, heyvanlar çox, böyük heyvanlar orada yaşaya bilirlər. Onlardan insanlar köçüblər və savaş olubdur. İki tayfanın arasında bir zəif tayfa köçüb gəlib bu tərəfə. Hamımız oradan köçmüyor. Yəni, mənim nəzərimə hətta imkansızdır ki, insanın doğum yeri Afrika olsun. İlla ki, yox, o tarixdə ki, insanlar doğulub, milyon illər bundan qabaq insan olubdur. Ki, bu insan fosilləri çıxadanda insan hələ çıxatmayıblar ki, məsələn, 5 milyon illik bir insan daşı çıxasınlar. Daş olmuş bir, kəssəy olmuş, daş olmuş bir adam çıxasınlar yer altından. Amma oradan ola bilməz. Çünki ora çox kiçik bir yeri suluqdur. Qalan bir yeri çox istilikdir. Hətmən bu ustivai dediyimiz bir yer, isti bir yer, yağışlı bir yer, verimli bir yerdə insanlar orada yaranmalıdır. Bu dini kitablarında dedikləri behişt ora olacaqdır. Behişt kəvirə deməzlər. Çölə, qumluğa deməzlər. O yerə deyərlər ki, orada Quranda da bundan bir şəkil çəkibdir da. İncil də bundan bir şəkil çəkibdir, Tevrat da bundan bir şəkil çəkibdir, Çinlilərin Konfüsiya, hamısı da onlardan bir şəkil çəkiblər. Yəni bir təsəvvürləri varmış insanın yaradıcılıqlarından, usturə şəklində. O usturə şəklində deyirlər ki, insan bağda, cənnətdə doğubdur. Farslar behiş deyirlər. Behdən gəlir. Beh yəni yaxçı, behiş yəni yaxçı olan yer. Biyol. Cənnət bunun ərəbcəsidir. Və behiş sözü fikrim taza bir sözdür. Yəni fikrim Riza Şahdan bu üzə düzəlibdir. Çünki bu İslam qavramı deyil. Bu yeni qavramdır. Yeni qavramdır deyim, fars dili taza bir dildir. Hələ kamil inkişaf olmayıb. Elmi dil deyil. Niyə taza dildir? Niyə yapay dildir, məsnui dildir? Çünki elmi şaxələrdə bunun sözü yoxdur. Riyaziyyat, deyək ki, 2000 ilin sözüdür. Həndəsə, hesab, bir ilə bir, iki ilə. Farsda yoxdur bu. Musavi, bəlavə, zərb, təqsim, bunlar farsda yoxdur. Mənaları yoxdur. Yekdo var. Yekdo, se. Amma bunları, indi bir-biri ilə rabitələri nədir? Bunlar yoxdur. Riyaziyyat yoxdur, həndəsə yoxdur, fizik yoxdur, şimi yoxdur, döhdürlük yoxdur. Yəni, niyə? Çünki yapay dildə fəqət istəyiblər ki, dedim ordu dilinə tay, əlbəttə ordu dili çox inkişaf edibdir. İstəyiblər ki, fəqət gündəlik danışmaqları danışalar. O zamanda, çünki elm inkişaf eləmirdi farsı dilində, insanlar bunu şeirdə işlədirlər sadəcə. Qəzəldə. Ondan sonra bir yerdə işlədə bilməyiblər. Çünki qavram düzəldənmirdi. Kəlmə düzəldənmirdi. Bu dildə məsnui düzəldirsiniz da. Siz məsələn, insanlar teknolojini necə düzəldiblər? Neçə 100 min ilin içində teknoloji gəlib bugünkü vəzə yetişibdir. Fars dili də keçən 150 il, 200 ilin içində yavaş-yavaş gəlibdir, bura yetişibdir. Hələ feylən bu gücü yoxdur ki, gedə
teknolojiyə, gedə internetə, gedə kompüterə, gedə dava əlatsızlığa, gedə tibbə, gedə dava dərmana, gedə maşinalata, gedə yola, saxtımana, bulaya yoxlarıdır. Məsələn, dekorun yerinə nə deyirlər? Biz bilmirik ki, nə deyirlər? Hər nə saxtıman özü ərəbcədir. Bina ərəbcədir. Diqqət buyurun. Saxtıman, bina, ondan sonra səqf, kəf, divar, bilmirəm, divar türkcədir ya nə dildədir, bilmirəm. Amma hər halda buradan bəlli olur ki, fars dili yapay dildir, məsnun dildə türkləri yapıblar bunu. Türklərin ağılları bunu göstərir. Ağılları riyazi ağıldır. Mən bu millətin dilini bilmirəm, amma buna sözlərimi düşündürməliyəm. Onun bir kəlməsini ölçəşdim, o kəlmədən istifadə edeyim. Məsələn, dedim də, istir deyək ki, məsələn, biz getmişik bir şəhri işğal eləmişik. Məsələn, deyək ki, Şirazı, İsfahanı, Simnanı. Onlar çünki Şiraz türk şəhəri, fars şəhəri deyil, əsla. Hətta hafizə istinad eləsək, mən qəbul eləmirəm hafiz qədimi kitabdır. Çünki türk, fars dili taza bir dildir. Bu ola bilməz hafiz dövründə olsun. Hafiz dövründə olsa, gərək deyək ki, türklər burada kamilən yüzlər illikdə hakim idilər. Çünki bir dil bir gündə tapılıb yaygın olmaz. Görürük ki, farsların türklərdən qabaq, ərəblərdən qabaq dili yoxdur. Yəni, bu məntəqədə fars dilində bir dil yoxdur. Bunlar bir ayrı dillərə deyirlər. Bu, o dilin uşağıdır, nəvəsidir, nəticəsidir. O, bənzər, əgər nəvə nəticəyə bənzəməlidir. Mənim uşaqlarımın, nəvələrim, nəticələrim, 10 nəslim sonra mənə bənzəməlidir. Əgər mənə bənzəməsə, məsələn, onların 8 dana qolları ola, 20 dana da başları ola. Mənə bənzəmədilər. Bunlar bir ayrı mövcuddular. Ya məsələn, başları əslən olmuyor. Bunlar bir insanlardılar ki, məsələn, ağızları qollarındadır. Burada, məsələn, baş yoxdur buradan. Elə burada bir gözdür, bir-birinin dibinə düzübdür. Sağ göz, sol göz, burun, ağız, qulaqlar da burada. Beləsi geçsin. Belə bir mövcud ola, məsələn, gələn 100 ildə, 1000 ildə. O mənim balam deyil ki, o bir ayrı bir şeydir. Fars dili də dəqiqən belədir. Yəni, fars dili, məsələn, farsiyə miyanə dedikləri nədir? Bu farsından nə irtibatı var? Nə bənzərliği var? Heç bənzərliği yoxdur. Farsi Bağıstan dedikləri əslində ayrı bir dildir. Farsi miyanə dedikləri ayrı bir dildir. Əslən, bugünkü farsi ilə alveri yoxdur. Türkçə ilə farsı kimi, türkçə ilə ərəbi kimidir, farsı kimi deməyək. Türkçə ilə ərəbi, çünki farsının içində türkçü çoxdur. Farsının içində ərəbi çoxdur. Amma türkçə ilə ərəbi kimi ki, bir-birlərindən alverləri çox azdır. İngilisi ilə ərəbi kimi ki, bir-birlərindən alverləri azdır. Bunlar iki dildirlər. Farsi miyanə və farsi müasir dedikləri iki dana İngilisi ilə ərəbi kimi bir dildir. Ki, bir-birlərindən alverləri yoxdur. Buradan bəlli olur ki, bizim dədələrimiz çox ağıllı imişlər. Və hər yerə gedirmişlər orada. Əgər eləyə bilmirmişlər, çünki öz dillərinə müsəllətdirlər. Düşməni ki, işğal edib, ona müsəllət deyirlər. Orada bir neçə lüğəti örgəşməklə bir dil yaradırmışlar. Sonra da o dil, çünki bunlar hakimiyyətdədirlər, o dili işlədirlər, millətin arasında yaygınlaşır. Ərəblər deyiblər ki, ən-nasu əla muluki dinihim. Əla dini mulukihim. Millət başkanlarının, şahlarının dininə girərlər. Şah komünist olsa biz bunu daimən təcrübə eləmişik. Bəşəriyyət bunu təcrübə etdi. Şurəvidə birdən hamı komünist olub. Niyə? Çünki başdaşlar, muluklar olublar, komünist olublar. Birdən hamı, məsələn, Məsih oldu. Çünki başdaşlar Məsih oldular. Birdən hamı demokrat oldu. Çünki başdaşlar demokrat oldular. Birdən hamı filan oldu. Məsələn, İranda da elə baxın bu cürsü. Birdən məsələn hamı İslamçı oldu, gəldilər, inqilab elədilər. İndi birdən hamı dindən çıxıblar, heç birisi dinin kiloğunu içədir. Hər halda, bir sətrimiz qalır. Bunu da oxusa fikir edirəm ki, hər şey yeni, hər nə ki var. Yaşamımız bizim. Yeni çıxarları, hər şey, bir də yeni çıxarlar, taza bir mənfəətlər, qazancılar ki, istirik olar.
Məsləki ilişkilər. Məslək yəni iş. Mən ruznamenigaram, o birisi ustad danışgahdır, o birisi molladır, o birisi nə bilim dəmirçidir, o birisi nəqqaş saxtmandır, o birisi ranəndədir, bu birisi tirelicidir, bu birisi mekanikdir. Bunlar məsləklər bunlar. Müəllimdir, filandır, danışamızdır, danışçıdır. Bunlar məsləklər. Məsləki ilişkilər. İlişki dedik ki, rəvabit, ilgilər, rabitələr, alverlər, gəlgetlər. Bunlar. Ailə bağları. Ailələrin bir-biri ilə olan bağları. Yenə də bağ da rabitədir. Bağları və sümürgədə qurduğu arkadaşlıqlar və sümürgədə Azərbaycanda qurduğu istemarçıların, Azərbaycanda, Türkəmən səhrada, Bəluçistanda, Ərəbistanda, Qəşqaistanda qurduqları dostluqlar, bu da dedik yapaydı da, məsnuldur. Qurduqları arkadaşlıq, dostluq ilişkiləri onu bu inanclara götürəcəkdir. Hər adamı, onu, yəni o adamları bu inanca götürəcəkdir ki, istemarçı bunu gətirir. Dedik ki, o ruznamələr filanlar da oradan gəldi. Ruznamələr, ədəbiyyat, film, serial, bunlar. Kitablar. Bunlardan dedik ki, bu inanclara götürəcəkdir. Bu istemar inancları insanı götürəcəkdir. Mekanizma, sistem dedik da, mekanizma neredeyse heç şaşmaz. Deyir ki, mekanizm, sistem neredeyse heç vaxt şaşmaz, değişmez. Burada şaşmaz, yəni yolundan çıxmaz. Deyir ki, sistemi ki, qurdun, sərmayədarı sistemi, bu elə daimən bu cür işlər. Siz radyo, televizyonunuzu, kitablarınızı, məcəllələrinizi, ruznamələrinizi, filmləri, serialları, xəbərləri, müəllimləri, mədrəsələri, danışgahları, hər şeyi çevirsəz, insanlar bunları yaşamaq istəyəcəklər. Çünki zehninə o girir, deyir ki, mən bununla yaşamalıyım. Bireyinvaş olur. Ona bir mekanizmadır. Deyir, bu mekanizma şaşmaz, yəni hamını çevirər. İndi bunun içində bir-iki nəfər şaşsa bizə tay, çıxarlar o birisləri değişdirməyə, aydınlatmağa çalışırlar. İndi son kolle bu kitabı burada xülas edir. Deyir ki, sümürgə durumu tıpkı sümürgələştiriləni ürətdiyi gibi sümürgə yanlılarını da ürətir. Cümlə, kolle kitab budur, bax. Bunu əgər düşünə bilsək, bizim heç zada ehtiyacımız yoxdur. Deyir ki, sözü özü qutarır. Bu cümlə ilə bu fəsli qutarır. Deyir ki, sümürgə durumu, şərait-i istimari ya ideoloji istimari, istimar, sümürgə şəraiti, varlığı, durumu, varlığı, vəziyyəti, necə ki, tıpkı, necə ki, sümürgələşdiriləni ürətir, necə ki, müstəmirədəki insanları tolid elər, verər eşyə, yaradar, değişdirər. Deyir, ona tay, kibi ona tay, sümürgə yanlılarını da ürətir. Sümürgə tərəfdarlarını, sümürgəçiləri də ürətər. Pəs, qutardı. Bu fəsil qutardı. Deyir ki, sümürgənin sistemin, mekanizmini qurandan sonra bu sistem necə ki, müstəmirədə yaşayanların, bizlərin, türklərin beynini değişdirər, deyib, dəqiqən özlərinin də beynini değişdirər. Çünki bunun işi ürətməkdir. İnsanları elə eləyəcəm ki, məni qəbul eləsinlər, məni yaşasınlar, mənə tay düşünsünlər. Bu, onun tolididir, onun şeydir ki, ürətir, verir eşiyə. Tolid, ürətmək, türkcə. Tolid farsçada yoxdur. Yəni dedim, yapay dildir. Tolid taza sözdür da, bilirsiniz. 250-300 ildir ki, dünyada production tolid çıxıbdır. Yəni sənəti bir şeylə ürətirsiniz, verirsiniz eşiyə. Məsələn, deyək ki, maşın, yaxcal, televizyon, xudqar, qələm, mobil, bunlar ürətməkdir, toliddir. Bu, ərəbcə sözdür. Vələddən gəlir, doğmaqdan, uşağı doğura nənə, o olur, tolid idi onun, təvəllüd də ondandır, dəqiqən o sözdür. Onun üçün farslarda tolidə yer yoxdur. Çünki farslar tolidə heç vaxt çatmayıblar, teknolojiyə çatmayıblar.
çatmadıqları üçün ərəb sözləri, qavram işlədirlər. Dedim, sənəti dil deyil də, bu yapay dildir, məsnui dildir. İndi bu neyinə gəlir deyir ki, məsələn, tolidin yerinə nə deyir? Deyək ki, istihsal. Yenə də ərəbdir. Mən bir şey bilmirəm, yəni farsça bir söz zehnimə gəlmir tolid qavramın fars dilində olsun. Məsələn, indi başlayıblar yapay farsı düzəldirlər yenidən. Təbii yox. O biz düzəltdiklərimiz yapay, çox da yapayıdır, amma yəni insanların dilinə yaraşırdı. Deyə bilirdilər, dilləri qatışmırdı. İndi məsələn müsəlləsi, məsələn üç quşəli müsəlləslə müsəlləs yəni üç quşə. İndi bu üç quşəli yəni bir şeylər məsələn səbərbər, qalır hamısı. Əslən yəni nə mənə? Çünki çox istəyirlər bunu bir sistematik bir şey yarasınlar, olmur. Dünyada bir dənə da dil, türklərin bu dilinin yanında 2 dənə dil dedim yaradıblar. Biri fars, biri ordu. Mən bildiyim. Bəlkə ayrı bir dillər də yaradıblar ki, mənim zehnimə gəlmir. Təcrübəm yoxdur ki, kim biləm. Məsələn, ordu dili ilə bir zamanda çalışdım, öyrəşəm. Çox az kitablar da aldım, amma oxuya bilmədim. Yəni oxumadım əslində, yəni vaxt eləmədim ki, onu öyrəşəm. Bu bizim nümunəmizdir dostlar. Bu bizim o dil ki düzəldiblər dünyada, o da bizə tay Esperanto dilidir. Mütəəssifanə o düzdür, Avropalılar, Amerikalılar bunu düzəltdilər. Çox sadə, çox belə rahat bu dili danışmaq olar, elmi dildir özü də. Amma bir zaman bir 1350-lərdə məsələn 45-dən bəlkə mən bunda taza doğulmuşum, ta 55-ə can inqilab, hətta inqilabdan 1-2 il sonraya qədər Esperanto dili İranda çox şeydir. Çox burslu idi. İnsanlar istədilər bunu öyrəşsinlər. Amma dünyada yatdı, fıs getdi. Çünki adamlara dayanalı düzəlməmişdi. Heç bir insan yox idi ki, bu dildə danışa. Fəqət bunu danışıqda düzəldən adamlar danışırdılar. Çalışırlar bunu da dünyada yayalar. Bir dana bunun əsasında bir millət, cəhon, vətəni düzəldilər. Eləyə bilmədilər, olmadı. Çünki insanlar gərək bir dili mənimsəməyə gedələr. Və onlara bir şey verə. Dil əgər bir şey verməsə aradan gedər. Dil gərək insanlar qazanc qazandıra. Dil qazanc qazandırmasa, o dil ki qazanc qazandırır, ona uduzar özü. İndi farslar əlam qazanc qazandırır bu dil. Yəni hər yerə getsiniz, ondan işə gedirsiniz. Türkü bilməsəz də iş tutarsınız, amma farsı bilməsəz iş tutamazsınız. Xüsusi şirkətlərdə. Hətta məsələn deyək ki, bəzi yerlərdə türküdə, Azərbaycanda türkü bilməsəz də, farsı bilməsəz də iş tapa bilərsiniz. Amma məsələn getsiniz bir ayrı yerə, İranın içində türkü bilməsəz, farsı bilməsəz iş çətin tapa bilərsiniz. Çünki bir qazanc verir. Ona görə ona bir kilas yazdırır. Amma mütəəssifanə məsələn bu türk insan heç vaxt fikirləşmir. Ya ərəb insan fikirləşmir ki, axı mənim dilim bunun dilinin %60'ı ərəbcədir. Ən azı özləri etiraf elədiyi qədər. %15'i türkcədir. %3'ü Avropa dillərindəndir. Nədən onun dili bir belə mürəkkəb dillərdən düzəldiyi üçün yapay, məsnui deyil, zəif deyil, özdə elmi dil deyil əsla. Yəni texnoloji və elm dillərinə gəlir. Məsələn, tək elm yox ha dostlar, texnoloji yox. Məsələn, hüquq da o dili deyil. Yəni qanun dili deyil. Fiqh dili deyil, irfan dili deyil, fəlsəfə dili deyil. Toplumsal elmlərin dili deyil. Yəni belə bir dil. Tamam. Dostlar, mən fikir edirəm ki, 70-ci səhifəni də oxuduq. Təqribən axirdə 3 sətri qaldı və taza bir fəsli keçir. Kəndini küçümsəmə. İndi keçəcəkdir bizim üstümüzə, sümürcə insanları ki, özlərini necə küçümsürlər, təhqir edirlər. Özün aşağı görür. O qət bunu başına çalışır. Məsələn, uşaqdır, kiçik uşaq, nənədən doğulubdur. Məsələn, bunu ağlayanda bunu itəlir nənəsi. Gedirsən, cəhənnəm ol, vurur. Ağlama. O uşaq hiqarəti yaşır.
Ağlayır ki, hey ağlayır, çox ağlayır ki, məni niyə döyürsən? Mən səni sevirəm, mənim sənə ehtiyacım var. Nənə bunun güvənin onu vurur. Sən get, cəhənnəm ol, muzahimsən. O uşaq gələcəkdə öz güvəni olmayacaqdır. Bu uşaq minlər mərisliğinə keçirəcəkdir. Öz əlində deyil. Biz deyək, buna qədim mollalar, İrancılar deyiblər ki, bunlar şeydilər. Fitrətləri, yox, fitrətlərin nənə beləsi elədi. Nənə bunları dəyişdirdi, dədə bunları dəyişdirdi. Bu insan, bu uşağı. Bu uşaq gələcəkdə bir iş görə bilməyəcəkdir. Qatil ola bilər. Oğru ola bilər. Etimad və nəfsini əldən verər. Özgüvəni olmaz. Bu toplumda da o zaman ki istemarçı bir dana milləti vura, o millət istər istəməz aşağılana. Bu aşağılığa təslim olsa, o zaman təslim olur ki, bunlar qətliam olarlar. Yəni bunlardan bir neçə nəfəri öldürməklə, tutmaqla, zindana salmaqla, məsələn biz indi ələn bunu yaşırıq bax. Məsələn bizim kolli zindanilərimizi indi İranda olan türklərin hər quşəsində, yəni Bəndər Abbasdan ta şeyəcan, Xəzərəcan, Bəluçistandan ta Azərbaycanın Culfa da yox belə şeyəcan, Mərzəcan. Hər yerdəki türk var. Bunlarda bir qorxu var. Türklüğü danmaq var. Niyə? Məsələn, baxsız görərsiniz ki, bunlardan 10 nəfər, 20 nəfər zindanda. 20 nəfər, 30 nəfər bu iş türkçülük üçün ha. Türk dili üçün, Türk kimliyi üçün savaşan, danışan insanlardan bir 20 nəfər zindandadır. Bu 20 nəfəri tutduqları üçün bu 40 milyon adam qorxuda yaşır. Buna qətlam deyərlər. Çünki bir dana insanı siz qorxuya, terror qorxu da, qətlam da qorxu yaratmaq üçündür. Qorxu yaradıb bir hədəfə çatsın. Bu da şey, bunlar dinməsinlər, mən işimi aparım qabağa. Hər halda dostlar, gecəz xeyri qalsın. Sabahları bu dərsin qalanını oxuyaq, görək ki, necə bizi inandırıblar, aşağıladıblar və biz bu aşağılığa inanmışıq və aşağılığa təslim olmuşuq. Sağ qalın, gecəz xeyir.